15-18 il bax problem var. Bu belə vəziyyətdə yaşanır. Neçə dəfə gedib şikayətə getmişik, amma baxmayıblar. Heç deyir, get gələcək. Hara müraciət edirsən? Hara müraciət edirsiniz? Hə, həmən bu prefektoriya müraciət eləmişik, Sovetimiz gəlib baxmayıb, buraya getmişik. Deyir, düzələcək, amma düzəlmir. Nə bu yolun çıxacağı yoxdur ki, belə çıxalar gedələr. Geri dönə həmən bu parçıqla, hələ burayı şükürdür. Biraz Ağırı gedin görün nətərdir. Ağırdan heç gedə bilmir. Çamır bax buraya kimidir. Bu yolu heç düzəldilibmi? Biraz düzəldi, belə döydü. Çox əndək beldə idi. Oradan buradan özləri bir maşını, bir maşını bu gətirdilər. Kravel tökdülər, onunla biraz düzəltdilər. Yenə həmən düzəldiyə düşdü, amma düzəlmədi. Hökumət buraya heç baxmıyor. Kanalizasiya çəkənə gəldi, müraciət elədi ki, buraya da çəkin. Dedi, yox, planda döyük. Niyə çəkmədi? Bu öy tikib, qaz işıq pulu verir, işıq pulu verir. Bu öy burada çörtüyojdadır. Nəyə görə? Buraya plandadır. Onu biz də şübhələnirik. Nəyə görə? Uşaq məktəbə gedəsidir, gedəmir. Bir yana gedəsidir, gördüyümüz yolu nə tərk edilir. Kimin qapısından geçsin? Heç kim qapıdan qoymur. Nə heç kim qapıdan su verir. Gənə indi mənim öz oğlumuzdur. Özüm biraz şanaqla çəkirəm, gətirir suyu. Amma ki, heç kim yol vermir. Kimin qapısından gedə bilər. Bunu hökumət nəzərə almalıdır. Sovet nəzərə almalıdır. Almayır. Ben bu küçədə yaşayıram, qardaşım burada yaşayır. Burada 18 ildir, 20 ildir öz xarçlarla yol qayırdılar. Işıq, aşeniya yoxdur, kanalizasiya yoxdur, grant yoxdur. Hamısı sterlinlə, qapımdan mənim şılaqla aparır. Niyə? Qardaşım oğlu mənim qapıdan aparır. 3 ildir qardaşım rəhməti idi. Baxan yoxdur sizin problemlərə? Deyirlər, ha, yola baxan kimi ona da baxırlar. Cavab verilənib, hələ gəlib kanalizasiya qayırmırlar, kranını qayırmırlar.